Bu videodakı kitabların oxunmasını və bəhsi keçən ritualların icra edilməsini əsla tövsiyə etmir və səni sadəcə araşdırma və uzaqdan müşahidə ilə kifayətlənməyə dəvət edirəm. Şifrələnmiş və deşifrə olunmamış əlyazmalar. Voynich əlyazması. Adını varlığını ortaya çıxaran sahaf Wilfrid Voynichdən alan bu 240 səhifəlik əlyazma günümüzdə hələ də öz sirrini qorumaqdadır. Radiokarbon tarixləmə üsulu ilə kitabın 15-ci əsrin əvvəllərində intibah dövrü İtaliyasında yazıldığı təxmin edilir. Məzmununda daha əvvəl görülməmiş bir dildə soldan sağa yazılmış əlyazısı, müxtəlif bitki, heyvan və insanları təsvir edən diaqramlar mövcuddur. Araşdırmalar nəticəsində bir neçə əsas nəzəriyyə ortaya çıxıb. İlkin nəzəriyyə kitabın bir intibah rəssamı tərəfindən bədii məqsədlə yazıldığı və surreal işləri ehtiva etdiyi yönündədir. Lakin əlyazma ətraflı araşdırıldıqda yazının heç bir düzəliş olmadan, yəni həmişə eyni üslubda və axıcı şəkildə yazıldığı anlaşılır. İkinci nəzəriyyə isə şifrəsi həll edilməmiş bu kitabın intibah dövründə istifadə olunan şəfalı bitkilər və məhlullar kitabı olduğu yönündədir. Kitabın bəzi səhifələrindəki çəkilmiş rəsmlər real bitkilərlə üst-üstə düşsə də çəkilmiş rəsmlərin bir çoxu var olmayan bitkiləri təsvir edir. Eyni zamanda bir çox səhifədə bürc simvolları və kosmoloji diaqramlar da var. Əsrlərdir araşdırılan Voynich əlyazması günümüzdə hələ də sir olaraq qalmaqdadır. Rohan's Codex. Rohan's Codex eyni ilə Voynich əlyazması kimi yazısı və dili bilinməyən bir kitabdır. Əksəriyyət insan Voynich əlyazmasını bilsə də Rohan's Codexi tanımır. 19-cu əsrin əvvəllərində Macaristanda ortaya çıxan bu kitab bu gün Macarıstan Elmlər Akademiyası kitabxanasında qorunur və səhifə-səhifə rəqəmsal şəkildə əlçatandır. Kitab təxminən 448 səhifədən ibarətdir və hər səhifədə 9-14 sətir arası işarə vardır. Ən azı 87 illüstrasiyanı ehtiva edən kitabda xaçlar, hilallar, günəşlər, svastika bənzər simvollar və döyüş səhnələri, dini, gündəlik rituallar kimi simvollar da mövcuddur. Bu ikonografiya xristian, paqan və İslam motivlərinin birlikdə istifadə edildiyi maraqlı bir mətn ortaya qoyur. İstifadə olunan işarə dəsti adi əlifbalara nisbətən çox yüksək müxtəlifliyə malikdir. Rohan's Codex klassik ensiklopediya kimi nizamlı deyil. Daha çox qısa paraqraflar, miniatür səhnələr, işarə blokları və səhifə quruluşu ilə irəliləyən bir kitabdır. Bu səbəbdən illüstrasiyalarla mətn arasında açıq tematik bağlar görünsə də təyxətli bir hekayə qurmaq çətindir. Kitabın sirri və şifrəsi hələ də həll edilməyib. Bəzilərinə görə Nemes adlı Macar antikvar tərəfindən qəsdən uydurulmuş saxta bir əsərdir. Digərlərinə görə isə xristian tarixinə dair şifrələri ehtiva edən və dili açılmamış bir ensiklopediyadır. Mən isə qərarı sizə buraxır və növbəti mətnə keçirəm. Demonologiya və ritual qrimuarları. Ars Goetia. Məşhur okkultist Aleister Crowley tərəfindən 17-ci əsrə aid mənbələrdən toplanmış və bir neçə əsr daha qədim qaynaqlara söykənən Lemegatonun bir bölməsi olan Ars Goetia 72 fərqli iblisin adını, çağırma rituallarını, tilsimlərini və cəhənnəmin iyerarxik quruluşunu ehtiva edir. Hansı iblisin cəhənnəm iyerarxiyasında hansı rütbədə olduğu, neçə legion iblisi idarə etdiyi kimi məlumatları ehtiva edən Ars Goetia bu gün də satanizm və lusiferanizmdə ən çox istifadə olunan qrimuarlardan biridir. Kitabda göstərilən 72 iblisin hər biri fərqli rituallarla çağırılır və hər biri fərqli bir sənət, peşə və bacarıqda mütəxəssisdir. Buna görə də insan hansı mövzuda yardım istəyirsə, o mövzuda ixtisaslaşmış iblisi çağırır. Bu iblislərdən bəzisi cəhənnəmdə kral, bəzisi isə dük rütbəsindədir. Kimiləri 200, kimiləri isə 20 legion iblisi idarə edir. Çağıran şəxsin danışıq üslubu, hörmət səviyyəsi və cümlə quruluşu belə kitabda göstərilib. Hər bir halda bu kitab təhlükəli sayılır və internetdə bu cür iblis çağırma rituallarını şuursuzca sınayıb bəlaya düşdüyünü deyənlərin sayı da gündən-günə artır. İnanıb inanmamağınızdan asılı olmayaraq, bu cür ritualları sınamağı tövsiyə etmir və növbəti kitab haqqında məlumatı dinləməyə sizi dəvət edirəm. The Grand Grimoire, The Red Dragon. The Grand Grimoire və ya The Red Dragon qara sehir ənənəsində ən məşhur və vahiməli əsərlərdən biridir. Yazılma tarixi dəqiq bilinmir. Bəziləri 16-cı əsri, bəziləri isə 18-ci əsrin əvvəllərini göstərir. Kitab şeytanla müqavilə, iblis çağırma və təsirli olduğu deyilən ritualları ehtiva edir. Bu kitab 2 cilddən ibarətdir. Birinci cildi iblis çağırma ritualları və alətlərinə fokuslanır. Bu hissənin ən qorxunc tərəfi birbaşa cəhənnəmin tək kralı kimi təqdim
təqdim olunan Lusiferi çağırma üsullarını verməsidir. İkinci cild daha praktik sayılan üsulları təqdim edir. Bunlar hazırlıq olmadan bir iblisi çağırmaq, anlaşma bağlamaq, istəklər müqabilində ruhu satmaq kimi metodlar, həmçinin şans, sevgi və insanları təsir altına alma kimi mövzulardır. Kitabın orijinal nüsxəsinə bu gün çıxış yoxdur. Fransızca orijinal nüsxənin Vatikan kitabxana arxivlərində saxlandığı deyilir. Bazarda gəzən nüsxələrin orijinaldan fərqli olduğu və manipulyasiya edildiyi də iddialar arasındadır. The Book of Abramelin. The Book of Abramelin və ya Cadugar Abramelinin kitabı orta dövrün sonlarına aid təsirli və mübahisəli bir sehr mətnidir. Digər kitablar iblislərlə anlaşma və tilsimlərlə dolu ikən, bu əsər insanın öz qoruyucu mələyi ilə ünsiyyət qurması üçün çox detallı və çətin ritualları izah edir. Kitab 15-ci əsrin ortalarında Almaniyada ortaya çıxmışdır. Mətn Abraham of Worms'un Misirdə yaşayan müdrik sehirbaz Abramelinlə qarşılaşmasına nəql edir. Abraham uzun axtarışdan sonra həqiqi sehrin sirlərini öyrənir və bildiklərini oğlu Lamekə yazılı şəkildə ötürür. Orijinal mətn İbranicədir. Günümüzə çatan nüsxələr fransızca və latınca tərcümələrdən gəlir. 19-cu əsrin sonunda İngilis okkultisti Samuel Liddell MacGregor Mathers tərəfindən ingiliscəyə çevrilmiş və onun vasitəsilə Qızıl Şəfəq Hermetik Cəmiyyəti və Aleister Crowley kimi okkult çevrələrə yayılmışdır. Kitabı fərqləndirən cəhət budur ki, əvvəlcə daxili təmizlənməni, sonra isə Tanrı tərəfindən verilmiş ruhani bələdçi, yəni qoruyucu mələklə birbaşa əlaqəni hədəfləyir. Ritual 6-18 ay çəkir. Gündəlik uzun dualar, ət və içkidən imtina, cinsi əlaqədən uzaq durmaq, təhlik və sükut, xüsusi otaq hazırlığı və uzunmüddətli ibadət tələb edir. Şərtlərdən biri pozularsa, prosesə əvvəldən başlamaq lazımdır. Hazırlıq tamamlandıqda insan mələyi ilə üz-üzə gələ bilir. Bundan sonra istəsə, mələyin köməyi ilə cəhənnəmin 12 iblis şəhzadəsini nəzarət altına almaqdan belə bəhs edilir. Aleister Crowley bu ritualı tamamladığını iddia etmişdir. Lakin bu iddia mübahisəlidir. Bu, okkultizmin ən mürəkkəb və çətin rituallarından sayılır. Şəmsul Məarif. Şəmsul Məarif 13-cü əsrə aid olub, Şimali Afrika və Əndəlüs bölgəsindən çıxdığı düşünülən ərəb dilində bir qrimuardır. Müəllif kimi adətən Əhməd Əl-Buni göstərilir. Lakin müasir araşdırmalar bunun tam doğru olmaya biləcəyini, bir neçə müəllif və ya toplayıcı ola biləcəyini bildirir. Adı bilik günəşi mənasını verir. Kitab sehir, tilsim, hərf və rəqəm elmləri, astrologiya və ruhlarla bağlı ritualları əhatə edir. Xüsusilə ərəb hərflərinin və rəqəmlərinin gizli mənaları, sehirli kvadratlar, vefqlər, tilsimlər və müəyyən vaxtlarda icra olunan rituallar geniş yer tutur. Ən mübahisəli tərəfi cinlərlə əlaqələrdir. Cinlərin çağırılması, onlarla ünsiyyət və hətta yardım istəmə üsulları verilir. Bu səbəbdən İslam dünyasında ciddi müzakirələrə səbəb olmuş və bir çox çevrədə qadağan edilmişdir. Cinlərlə işləməyin riskləri kitabda tez-tez qeyd olunur. Yanlış ritualların musallat olma, cin tərəfindən ələ keçirilmə və digər müxtəlif mənəvi təhlükələr kimi nəticələrə yol aça biləcəyi ilə bağlı xəbərdarlıqlar bolca mövcuddur. Kitabın numerologiyaya, hərf elminə və astrologiyaya verdiyi önəm tarix boyu bəzi insanlar tərəfindən faydalı qəbul edilmişdir. Müxtəlif talismanların hazırlanması hələ də bu kitabdakı biliklərə əsaslanır. Lakin cinlərlə olan əlaqəsinə görə hazırda Cəzair, Misir, Səudiyyə Ərəbistanı kimi bir neçə İslam ölkəsində onun adını çəkməyin belə uğursuzluq gətirdiyinə inanılır. Astroloji və kosmik təsir sistemləri. Picatrix. Picatrix orta əsrdə ən diqqət çəkən və mübahisəli kitablardan biridir. Kitab 10-cu əsrin sonlarında Əndəlüs bölgəsində yazılmışdır. Bu ərazi o dövrdə İslam dünyasının elm və fəlsəfə mərkəzlərindən biri idi. Müəllifi dəqiq bilinmir. Bəzi mənbələr bunun bir neçə müəllifin əsərlərinin toplusu olduğunu bildirir. Orijinalı ərəbcə olan kitab daha sonra 13-cü əsrdə əvvəlcə İspan dilinə, sonra Latın dilinə çevrilmişdir. Bu tərcümələr sayəsində Avropada sürətlə yayılmış və intibah dövrünün okkult
ədəbiyyatının əsas daşlarından birinə çevrilmişdir. Picatrix 4 əsas bölmədən ibarətdir. Birincisi planetlərin və ulduzların ruhani təsirlərini izah edir. İkincisi astroloji zamanlamadan bəhs edir və müəyyən planet konfiqurasiyalarına uyğun anlarda edilən ritualların daha güclü olacağını göstərir. Üçüncü bölmədə təbiətdəki obyektlərin planetlərlə, məsələn dəmirin Marsla, gümüşün Ayla, qızılın Günəşlə olan əlaqəsi verilir. Dördüncü bölmə isə səmavi varlıqlar ilə əlaqə qurmağa yönəlmiş rituallardan bəhs edir. Bu son hissə xüsusilə mübahisəlidir, çünki göy ruhları ilə təmas və ulduz ruhlarını çağırma kimi praktikaları ehtiva edir. Kitabı oxumağın çətin olduğunu və üslubunun çox mürəkkəb olduğu qeyd edilir. Bu xüsusiyyətlərə görə uzun illər qadağan olunmuş kitablar arasında sayılır. Bəziləri bu çətin və mürəkkəb ritualların insanları çəkindirmək üçün qəsdən belə verildiyini desə də, əsərin fəlsəfi və astroloji izahları bir çox okkult ənənəsinə təsir etdiyindən okkultizmdə mühüm yer tutur. Həmçinin H.P. Lovecraft'ın Necronomicon-u yazarkən bu kitabdan ilham aldığı da söylənir. Mif, əfsanə və modern şərhlər. Necronomicon. Necronomicon Amerikalı qorxu yazıcısı və kosmik qorxu növünün yaradıcısı Howard Phillips Lovecraft'ın yaratdığı uydurma kitab illərlə insanlar arasında müzakirələrə səbəb oldu. Kitab ilk olaraq H.P. Lovecraft'ın 1924-cü ildə yazdığı The Hound adlı hekayəsində keçir. Lovecraft'ın hekayəsinə görə kitab 8-ci əsrdə Bağdadda yaşayan dəli ərəb ləqəbli Əbdül-Əl-Həzrət adlı bir cadügər və simyaçı tərəfindən yazılmışdır. Kitab kainatın heç vaxt bilinməməsi gerəkən sirlərini açıqladığı və insanüstü varlıqlarla ünsiyyəti mümkün etdiyi üçün onu oxuyanın dəli olduğu deyilir. Hekayədəki Əbdül-Əl-Həzrət kitabla çox məşğul olduğu üçün dəli olmuş və Bağdadda günorta vaxtı bazarda gəzərkən görünməyən varlıqlar tərəfindən parçalara ayrılmışdır. Uydurma görünən bu kitabın müzakirə yaratma səbəbi isə 1977-ci ildə Simon Necronomicon-u olaraq bazara çıxan nüsxəsidir. Simona görə bu kitab Lovecraft'ın bəhs etdiyi Necronomicon'un məhz özüdür və içində real magiya praktikalarına əsaslanan tilsimlər və rituallar mövcuddur. Lovecraft isə Necronomicon'un tamamilə uydurma olduğunu və heç bir mifologiyadan birbaşa təsirlənmədiyini açıqlamışdır. Kral Süleymanın açarı. Bütün səmavi dinlərdə Həzrəti Süleymana, yəni Kral Süleymana məbədini inşa etdirməsi üçün cinlərə və iblislərə necə hökm edəcəyinin Tanrı tərəfindən öyrədildiyi və həmçinin səlahiyyət verildiyi deyilir. Məhz sonradan Kral Süleymanın açarı kimi tanınan bu mətndə Həzrəti Süleymanın cinləri və iblisləri öz əmrinə bağlamaq üçün istifadə etdiyi üsulları yazdığı bir kitab kimi tarix boyunca qarşımıza çıxır. Hazırda Kral Süleymanın açarı kimi tanınan mətnlər intibah dövrü Avropasındakı Clavicula Salomonis başlıqlı latınca əlyazmalarından ibarətdir. Lakin bunların həqiqətən Həzrəti Süleymana aid olub-olmadığını bilmirik. Kral Süleymanın açarı okkult ədəbiyyatın qəbul edilən çıxış nöqtəsi kimi qarşımıza çıxır. Həm Yəhudi, həm Xristian, həm də müsəlman sehirçilik praktikalarında hələ də bu mətnlərdən öyrənildiyi iddia edilən üsullar istifadə olunur. Məsələn, Arskoetiyada adı keçən 72 iblisin Həzrəti Süleymanın məbədini inşa etdirmək üçün hökmü altına aldığı 72 iblis olduğu deyilir. Bir çox okkult kitabında yer alan tilsimlərin, iblisləri bağlamaq üçün söylənməsi gerəkən sözlərin, hətta iblislərin adlarının da Həzrəti Süleymanın mətnlərindən öyrənildiyi bildirilir. Kral Süleymanın açarının orijinal nüsxəsinin haradasa mövcud olub-olmadığı və ya bu mətnlərin kimsə tərəfindən toplanaraq gizlədilib-gizlədilmədiyi bilinmir. Lakin əsrlər boyu bir çox okkultist bu mətnlərin orijinallarına çatmağa çalışdığı bir həqiqətdir. Əgər orijinal bir nüsxə mövcuddursa, bu şübhəsiz ki, Kral Süleymanın açarını ən güclü və ən təsirli sehir kitabına çevirir. Codex Gigas. Codex Gigas orta əsrin bilinən ən böyük ölçülü əlyazmasıdır. 13-cü əsrin əvvəllərində bugünkü Çexiya ərazisinin qərbində yerləşən Bohemiya krallığında yazıldığı qəbul edilir. Kitabın sonunda yer alan tarix qeydləri 1222-ci ilə qədər uzanır. Müasir mütəxəssislərin testlərinə görə yazım aralığı 1204-1230 illəri arasına aid edilir. Əsər bilindiyi qədərilə bir monastırda yazılmışdır. 1594-cü ildə müqəddəs
müqəddəs Roma imperatoru 2-ci Rudolfun Praq şəhərindəki kolleksiyasına keçmişdir. 30 il müharibələrinin İsveç ordusu tərəfindən müharibə qəniməti kimi ələ keçirilmiş və Stokholma aparılmışdır. Bu gün İsveç Milli Kitabxanasının xəzinə otağında nümayiş olunur. Demək olar ki, insan boyunda olan bu kitab təxminən 92 sm hündürlüyündə, 50 sm enində, 22 sm qalınlığında və təxminən 75 kiloqram çəkidə nəhəng bir cilddir. İlkin halda 320 səhifə olan kitabın bu gün 8 səhifəsinin əksik olduğu müəyyən edilmişdir. Çıxarılan səhifələrdə nə olduğu hələ də məlum deyil. Yazı materialı əsasən dana dərisidir və klassik mənbələrdə 160 heyvan dərisinin istifadə edildiyi təxmin edilir. Mətnin təxminən yarısı İncildən, yəni Köhnə və Yeni Əhddən ibarətdir. Qalan hissəsi Yozefus'un Yahudilərin Köhnə tarixi adlı əsəri, tibbi ezoterik mətnlər, təqvimlər, nekroloqlar, habelə əhdlər və qanun mətnləri kimi yazıları ehtiva edən ensiklopedik bir topludur. Buna görə də kitab orta əsr dövründəki bir rahibin tək cildli kitabxanası sayılır. Kitabı məşhur edən isə içində olan və tam bir səhifəni tutan olduqca böyük və detallı bir şeytan portretidir. Kitab haqqında dildən dilə dolaşan əfsanə isə belədir. 1200-cü illərin Bohemiyasında bir rahib olan Hermann Monakus kilsə tərəfindən rahiblik qaydalarını pozduğu üçün diri-diri divara hörülərək edam cəzasına məhkum edilmişdi. Hermann qorxu içində kilsəyə yalvarmış və yalnız bir gecə vaxt verilsə, bütün bəşəriyyət tarixini ehtiva edən və monastırı əbədi olaraq ucaldacaq bir kitab yazacağını vəd etmişdi. Kilsə Hermannı səhər edam etməyə, əgər sözünü yerinə yetirsə, cəzasını da ləğv etməyə razı oldu. Əfsanəyə görə o gecəni zindanda tək keçirən Hermannı ən güclü iblislərdən olan Lucifer ziyarət etdi və ona çıxış yolu təklif etdi. Xilasının başqa yolu olmadığını görən Hermann Lucifer'la razılaşdı. Lucifer ona vəd etdiyi kitabı yazmaqda kömək edəcək, əvəzində isə rahibin ruhunun sahibi olacaqdı. Qorxu ilə razılaşmanı qəbul edən Hermann şeytanın köməyi ilə kitabı yazdı və kitabın yazılmasına yardım edən Lucifer imzası olaraq bu müqəddəs mətnə öz avtoportretini çəkdi. Bu hekayəyə görə şeytanın İncili kimi tanınan kitab bu gün də Stockholm Muzeyinin ən nadir eksponatlarından biri sayılır. Hekayənin doğruluğunu təsdiqləmək mümkün deyil. Elmi təhlillərə görə kitabın bir gecədə yazılması mümkün deyildir. Kitabın uzunluğu bir yana, üzərindəki motivlər, rəsmlər, şeytan portreti və dərhal qarşısındakı cənnətin krallığı təsviri belə bir əsərin yazılmasının illər alacağını göstərir. Bununla belə, bu qədər müqəddəs mətni ehtiva edən bir kitabda nəyə görə bu qədər böyük və qorxunc detallarla bəzədilmiş bir iblis portretinin olması hələ də maraq mövzusudur. Eyni zamanda itkin 8 səhifənin niyə çıxarıldığı və o səhifələrdə nə olduğu bilinmədiyi üçün kitab daha da sirli görünür.